Ömrü boyu elm öyrənir. Bizim nə qədər elmə həvəsimiz var, çox zəif. Açıq deyə, etiraf. 21-ci əsrdə yaşayırsan, düşmənin qabağında danışmaq sənin elmin olmalıdır. Elm ən böyük silahdır. Elmdən geri uzaq düşməyəsən, istəyir dini elmlər, dünyəvi elmlər. Bizim gərək gələcək nəsləmə hamı savadlı olmalıdırlar. Bizim imamlarımız bizdən bunu istəyir, Allah bizdən bunu istəyir. Gələcək nəslə savadlı olsun, elmlər olsun. Elmdən gedin qapıları yarın. Bu günləri elmimiz olmasa düşməmizi ram eləyəcək. Əgər günləri İslam ölkəsinin elmi olmasaydı, o ağıllı, o fəqihin elminin sayəsində olmasaydı, bu günləri İslam ölkəsi qala bilərdi bu hegemon ölkələrin qabağında. Ha? Bütün Avropanın qabağında tək başına dayanə bilər. Elmdən getdi qabağında. Ağa nə deyirdi? Deyir ki, bu günləri elə bir əsrdə yaşayırsınızsa, maddi aləmdə sizin güc üstünlüyünüz olmalıdır. Güc üstünlüyü nəyə dayanır? Sizin maddi gücünüzə. Gücünüz varsa sizin yanınızda dayanacaq hesab ki. Bu günləri bütün dünya İranın üstündə hesab ki, açır. Elə belə deyil. Dünya nə qədər nə deyirlər? Aftavadan başqa bir şey düzəldir. Gördün aftavalar necə nə edir? Xaraba qoyur. Yerusəlimi xaraba qoyur. Sionistləri xaraba qoyur. Bax budur. Bir nəfər də göstərdilər bu yaxın günlərdə sosial şəbəkədə bir dənə qadın da axmağın biri kaloş alıb deyir ki, bu kaloş İran kaloşudur. Daha bu gündən etibarən mən bu kaloşu geyməyəcəm. Ta o vaxta qədər İran müharibəni verəcək. Axmaq. Gökimiz alır meydana. Bu günləri güc meydanıdır. Güc də elmin vasitəsindədir. Elmi əldə ediyor. روز و شب کن علی جان غضب کن عدو را ادب کن علی مولا مولا